izləyicilər, bugünkü verilişimizin qonağını sizə təqdim edirik. Tanınmış vertebroloq, tibb elmləri namizədi Talih Yaqublu qonağımızı. Talih müəllim, xoş gördük. Xoş gördük. Necə gedir işlər? Çox sevindik, xoş oldu sizi görməyimizə. Həmişə biz bir-birimizə mətbuatla, bu tibb işləri bir yerdə olanda biz bir simbiyoz həyatımız daha yaxşı olur. Bu hər şey qaydasındadır, hər şey. Çox sevirik ki, siz bizim yanımızdasınız, biz də sizin yanımızdayıq. Biz sizin həmişə mediadan izləyirik, maraqlı məqalələriniz, eyni zamanda Medical Azərbaycan jurnalının silsilə buraxılışlarında elmi məqalələrinizlə çıxışlar edirsiniz. Çox gözəl, sizin yanınıza çoxlu pasientlər gəlir, çox sağ olun ki, o insanlara, ağrılı olan insanlara, sizin yanınıza gələn insanlara şəfa verirsiniz, onları müalicə edirsiniz, müayinə edirsiniz, dəyərli məsləhətlərinizi verirsiniz. Bunlar çox gözəl. Bizə bir sual maraqlıdır, Talih müəllim. Bu gün onurğa xəstəliklərinin cavanlaşmasının səbəbini nədə görürsünüz? Mən sizə bir şey vururum ki, yəni biz əvvəldən mənim bütün belə deyək də, nəslimə geçsin, hamısı həkim olur. Və bu həkimlər də necə olur? Biz baxmışıq ki, biz dayılarımızdan görmüşük, öz xalalarımızdan, atamdan görmüşük, necə idi vəziyyət. Həkimin sənəti elədir ki, tezdən işə gedərdilər, saat 10, saat 1 falan, 2 evə gələrdilər, işləri qutarmış olardı və ondan sonra da oturub öz bu həkimlik həyatımızın bizim qida rejimimiz var da, oturduq, sulu yeməyimizi yedik, quru yeməyimizi yedik, televizorumuza baxdıq və boş bir həyat keçirərdik. Yəni, o qədər bizim bu dərəcə xəstəliklərimiz çox deyil deyə. Həkimlərimiz də ki, konkret olaraq 2-dən 3-dən sonra o qədər xəstə olmadığına görə evə gedərdilər və sakit həyat sürərdi. Ancaq indiki vəziyyətdə gün saat neçədir, biz hələ iş başındayıq. Yəni, bu xəstəliklər çoxalıb, bu xəstəliklərin çoxalma səbəbləri müxtəlifdir. Hər yerdə deyərik, bütün dünya məsələdir bu, bizim hər yerdə belə vəziyyətdir. Bu, əvvəl biz uşaq olarkən, biz görürdük ki, uşaqlarımız həyətdə oynayır, biz onların səsini yuxulandırırıq ki, səs küy gəlir, uşaqlar oynayır həyətdə, bu belə, o. Ancaq indi tam bir sakitlikdir. Uşaqlar biz öz nəslimizdən tutaraq hamıya gedirik. Bizim elə bir konkret olaraq baxırıq ki, niyə hamı kompüterdə, hamı telefonda, kompüteri qoyaq ya, telefonda olan insanlar uşaqlardan başlayaq. Çünki bu xəstəliklər uşaqlardan başlayır inkişaf eləməyə. Hamı telefonda büzüşür, bükülür, başlayır nəsə eləməyə. Hətta 3 yaşında uşaq belə telefonla əl çəkmir. Və bundan sonra biz onu görürük ki, bunlar nəyə gətirib çıxardır? Uşaq yaşlarında, erkən yaşlarında gətirib çıxardır skolyoza, kifoza və ondan sonra başlayır B variantı. Ondan sonra həmin o skolyoz olan uşaqlarda başlayır qabarmalar, protruziyalar, yırtıqlar əmələ gəlməyə. Tələbə vaxtı artıq həmin o yeniyetmə bir insanlarda və ya tələbə vaxtı gənc insanlarda artıq bu yırtıqlar daha da çoxalır və bizim ən cavan xəstəmiz əvvəl, məsələn, 2005-ci illərdə olardısa 42-40 yaşı, indiki vəziyyətdə onlar artıq 14-13 yaşını gəlib çıxırlar ki, həmin o yırtıqlar, həmin protruziya xəstəlikləri bizim bu cavanlar, bu yeniyetmə olmamış uşaqlarda belə əmələ gəlib yaranır. Birinci, mən bununla əlaqələndirərdim ki, əvvəlki vəziyyət deyil, texnologiyanın inkişaf eləməsi sevindirici haldır, hamımız sevinirik. Ancaq bu tərəfdən bizim o həyətdə o səs-küy salan uşaqlarımız, oynayan uşaqlarımız, hansı ki, bütün aktiv həyat keçirən uşaqlarımız pasiv həyata keçir. Ona görə get-gedə vəziyyət belə görürüz ki, əvvəldən başlayır ibtidaidən korlamağa. Yəni, o bizdən asılı olaraq bir şey deyil, ancaq biz üstündə durmalıyıq, valideyn olaraq üstündə durmalıyıq. Uşaqlarımızın nə qədər telefona bağlı olduğunu bilərək, onları biraz oradan ayırmalıyıq. A variantı odur. Yəni, biz biraz uşaqlarımızı, görürsünüz, indi artıq valideynlər uşaqlarını futbola yazır, aktiv həyata rəqsə falan, onları düz edir. Yəni, onları eləməklə biz ən azından onları pasiv həyatını kompensasiya etmiş oluruq. O bizim üçün çox yaxşıdır. Yəni, gələcəkdə kaş ki, hamı öz övladını uşaqkən qoymasın. Yəni, bu oturdu, dərsdən gəldi, telefonu qucaqladı, oturdu qıraqda oynadı falan. O tür şeylər bizim üçün gələcəyin xəstəliklərinin inkişaf edilməsinə səbəbdir.
Ondan başqa sirri mənşəli deyərdim. Həyatdır, istər-istəməz böyük şəhərlərdə yaşayırıq, dünyavi məsələdir. Yəni ki, əsəb, stres falan artıq olur. Stresli xəstələrdə, stresli insanlarda hər cür xəstəliklərin yaranma səbəbinə şərait yaranır ki, bu insanın nevroloji durumu gərgindirsə, hər bir xəstəliyi onu qapır. Ancaq insan sakit halda olacaq, istər-istəməz xəstəliklər ondan yan keçir. Bu B variantıdır ki, yəni bunlar bugünkü günün gündəmidir. Bir qida rejimimizə riayət etməliyik, uşaq yaşlarından uşaqların qidasına daha ciddi nəzarət etməliyik, sümüklərinin D vitamininə nəzarət etməliyik, uşaqların vəziyyətinə nəzarət etməliyik ki, uşaqlarda sümük sistemi həmişə yerində olsun, əzələ möhkəm olsun, sümüklər D vitamini, kalsiumu həmişə yerində olsun. Düzdür, indi buna baxmayaraq həyat varsa, xəstəliklər də var. Biz o xəstəlikləri nə qədər bacarırıqsa, həkim olaraq əlimizdən nə gəlirsə, onu ömür boyu eləməyə borcluyuq. Biz qoymalıyıq ki, ətrafımızda hansısa bir xəstə bir insanı görüb, ondan yan keçək. Kim olur olsun, biz onu sağlamalıyıq, biz onu bildiyimiz məsləhəti verməliyik. Çünki bu torpaq bizi yetişdiribsə, biz də onu öz insanlarımıza, öz gələcəyimizə eləməliyik ki, ölkə olaraq, sağlam olaraq, insan olaraq, sağlam olaraq, millət olaraq bizim xəstəliklərdən maksimum dərəcə uzaq olaq. Çox gözəl, amma ən önəmli bir sual vermək istəyirəm. Taleh Yaqublunun müalicə metodu, sir deyilsə? Bizim müalicə metodlarına gəldikdə, mən müalicə metodlarında ən çox dərmana üstünlük vermirəm. Burada bizim ən çox bizim işimiz vitaminlər, bizim işimiz yüngül mazlar, ondan başqa proseduralarımız hamısı bitkisel müalicələrdir ki, təbii olaraq mən çalışıram təbii müalicələrə üstünlük verirəm. Yəni bu üstünlüyümüz bizi ona yönəldir ki, əks təsirli, əks kimyəvi heç bir şey etmədən biz bu müalicəmizi yerinə getiririk, fizioterapiyamızı eləyirik. Hansı ki, lazımı olan insanlarda bizdə məsələn skalyoz uşaqlar, ondan başqa kifoz uşaqlar olur ki, bizim o klinika olaraq biz bunu edirik. Ondan başqa bel yırtıqlarıdır, bel protuziyalarıdır, qabarmalardır. Onların müalicəsində biz kimyadan uzaq olaraq öz müalicə metodumuzla, yəni istər atmalar, istər mazlar, istər fizioterapi müalicələrimizi yerinə getirməklə biz çalışırıq ki, bu insanlara əks təsir vermədən müalicələrimizi yerinə getirək. Biz də burada ekip olaraq çalışırıq. Başda bizim bayram doktorumuz olmaqla biz burada yəni, tam olaraq işimizi görürük. Yəni, nə bacarıqsa onu eləməliyik və eləməyə borcluyuq, eləyəcəyik də. Çox gözəl, çox sağ olun belə qısa müsahibə üçün. Ən sonda sizi axtaran xəstələr harada tapsınlar? Məni adətən xəstələr axtarsa hər yeri tapa bilərlər. Hara desələr, yəni mən oradan çıxıram, həmən də o qədər əhatəmdə hər tip insanlar var ki, hamısı ilə da şükür Allah, bugün xəstələrimizin hamısı ilə dost olmuşuq. Yəni ki, bu təkcə xəstə-həkim münasibəti deyil, bizim münasibətimiz axırda hamısı ilə dostluq münasibətindən bitir. Həqiqətən hesablasa mənim dostlarım o qədərdir ki, o dostlar da hamısı mənim pasientlərimdən qazanmışam. Mən onlara təşəkkür edirəm. Yəni nəyə görə? Çünki mən onlara təkcə həkim olmamışam, onlara dost olmuşam. Onlar da onun qarşılığında məndən dost oldu. Bu cür belə mənim üçün həkimlik təkcə nəyisə bacardım, nəyisə müalicə edirdim deyil. İnsanın bütün istər psixoloji durumunu, istər mənəvi durumunu, istər onun anatomik xəstəliklər, patologiya, hər şeyini biz maraqlanmalıyıq və ortada bir sağlam bir insan bərpa eləməliyik. Bu insan sağlamdır, bu insan hər tərəfli bizim yaxınımızdır. Elə bir xəstələrin də əhatəsi bizim yanımıza gəlir. Hər bir insana, hər bir xəstəyə fərdi yanaşmanız var. Sizə uğurlar arzulayırıq. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun, minnətdarım sizə. Təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Zəhmət olun sözünüzü təqdim edin. Vəfa xanım İbrahimova. Çox gözəl. Vəfa xanım, siz Taleh həkimin yanına neçə ildir gəlirsiniz? Nə qədər vaxtı gəlib bu müalicəni qəbul edirsiniz? Artıq 4 il oldu. 4 il. Hansı xəstəlikdə nəzərə çəkirdiniz? Qrıja, protroziya, bir də qabarma. Necə başladı sizin bura gəlməyiniz? Necə oldu gəlib Taleh müəllimin yanına çıxdınız? Bir xanım var idi, tanış xanım vardı. Artıq onu əməliyyata yazmışdılar və o əməliyyatdan öncə onu buranı məsləhət verdilər, Taleh doktoru. O gəldi, müalicəsini gördü, şəfasını tapdı və əməliyyatı eləmədi. Ondan sonra mən bura gəldim və mən də şəfamı tapmışam.
Sizdə nə problem vardı? Qrıja, yırtıq, protroziya, ölçüsü 3-4 arası belə. Protroziya, bir də qabarma. Ağrılar necə? Çox olur. Ağrılar çox idi. Yəni ki, belə deyim də sizə, mən yerimdən tərpənə bilmirdim. Oturanda dura bilmirdim, uzana bilmirdim, çox əziyyət çəkirdim. Ağrılar bir yandan, yəni həyat tərzim çox pis olmuşdu. Və talih doktorun yanına gələndən sonra şükürlər olsun, 3-cü, 4-cü dəfədən sonra mən şəfamı tapdım. İndi necə, nə üçün gəlmişsiniz? Yenə davam İndi edirsiniz? bəli. 5-ci yoxsa 6-cı prosedurdur məndə. Çox da özümü gözəl hiss edirəm. Və doktorun da o qədər gözəl aurası var. O qədər pozitiv insandır ki, vallahi adam gəlib elə sadəcə onunla söhbət eləmək istəyir. Arzularınız talih həkimdən bağlı. Allah ona can sağlığı versin, uzun ömür versin. Allah onun uğurlarını bol eləsin. Talih doktorun Allah can sağlığı versin, uzun ömür versin, nailiyyətləri bol olsun, uğurları bol olsun. Vallahi bura gələn xəstələrdən elə bir xəstə mən görmədim ki, şəfasını tapmasın. Mən içi qarışıq. Vallahi mən öz şəfamı tapmışam. Doktorun elə bir dənə pozitivliyi, aurası, gözəl aurası. Vallahi elə bir ki, doğma gəlir insana. Gəlib burada ancaq onunla söhbət eləyəndə də insan şəfa tapır.